Valideynlərin ehtiyatsız və diqqətsiz davranması körpələrin can acıması ilə nəticələnir. Kiminin üzərinə qaynar su tökülür, kimi qaynar südlə dolu qazana yıxılır, kiminin əli ət çəkən maşında qalır və daha nələr. Bu dəfə nənənin diqqətsizliyi azyaşlının ət çəkən maşına olan marağının qarşısını ala bilməyib, balacanı bədbəxt hadisə ilə üz-üzə qoymuşdu. Bugün azyaşlını həkimlər demək olar ki, yenidən həyata qaytardı. 4 gün əvvəl əli ət çəkən maşında qalan balaca Zəhra bugün əməliyyat olunub. Əməliyyat zamanı həkimlər 1-ci və 5-ci barmağı salamat saxlaya biliblər. 2-ci barmaq yarıya kimi, 3-cü və 4-cü barmağı isə tamamilə götürülüb. Həkim Bayram Qorçiyev bildirdi ki, əməliyyatın aparılması üçün Rusiyadan da həkim dəvət olunub. Birgə aparılan əməliyyatın uğurlu keçməsinə baxmayaraq, xəstənin vəziyyəti orta ağır qiymətləndirilir. Əlində olan yaralar daxil olan günü 1-ci cərrahi işlənmişdir. 2 gün sonra isə əməliyyat həyata keçirilmişdir, dəri plastik aparılmışdır və yaraların 1-ci cərrahi işlənməsi, osteosintez əməliyyatları həyata keçirilmişdir. Hal-hazırda yaraların sarınması, sağalması prosesi gedir. Yəqin ki, mütəmadi olaraq bu uşaq həkim nəzarətində olacaq və daha bir neçə əməliyyat bu xəstənin qabaqda gözləyir. Yəqin ki, növbəti əməliyyatlardan sonra azyaşlı əvvəlki həyatına qayıtmış olar. Zəhranın babası Teymur Müseyibov isə növbəti əməliyyatların ölkə xaricində aparılmasının zəruri olduğunu dedi. Azyaşlının ayaq barmaqlarından kəsilərək əlinə birləşdirilməsi nəzərdə tutulur. Ancaq bunun üçün nə az nə çox 30 min manata yaxın pul tələb olunur. Maddi vəziyyəti yaxşı olmayan ailə isə çarəsiz vəziyyətdə qalıb. 5 sutkadır. Bu hadisə ilə əlaqədar böyük həyəcan içərisindəyik. Əməliyyatdan şəxsən mən düzdür həkim olmasam da narazı deyiləm. Yaxşı aparılıb. Barmağının ikisi kökündən məhv olubdur, biri yarıdan. 1-ci və 5-ci barmaqlar isə sınsa da, qırılsa da bərpa olunub yerindədir, gələcəkdə istifadə eləyə biləcəkdir. Xatırladaq ki, hadisə Tərtər rayonunda baş vermişdi. Zəhranın nənəsi ət çəkən zaman ani diqqətsizlik bədbəxt qəzaya səbəb olmuşdu. Hal-hazırda isə Zəhranın sonraki taleyi aparılacaq növbəti əməliyyatlardan asılıdır. Əlbəttə ki, lazım olan məbləğ tapılsa, Allah kömək olsun.